Salam əziz abituriyentlər, mən Fuad Cavadov, Eylər Akademinin tarix müəllimi. Bugün sizlə maraqlı bir xəritə sual paylaşacağım. Gəlin sualımızı izləyək. Deməli, xəritəmizin tapşırığında deyilir ki, xəritədə göstərilən ölkə, bu yaşıl rəngdə gördüyünüz ölkə, Azərbaycan tarixi ilə bağlı siyasətinə uyğun olanları müəyyən edir. Yəni, burada İngiltərə işarə olunub. İngiltərənin Azərbaycan tarixi ilə bağlı doğru variantları seçməliyik. 17-ci əsrin 20-ci illərində Portuqaliyaya qarşı Səfəvilər dövləti ilə müttəfiqlik əlaqələrinin yaradılması olubmu? Belə bir hadisə, bəli, belə bir hadisə olub. 1621-ci ildə tərəflər arasında əbədi dostluq müqaviləsi adlandırılan müqavilə var və Portuqaliyaya qarşı bu müqavilədə birgə mübarizə aparıblar. 20-ci əsrin 20-ci illərindən Naxçıvanın statusunun müəyyən edilməsi söhbət Moskva və Qars müqavilələrindən gedir. 1921-ci ilin Moskva və Qars müqavilələrindən bu Sovet Rusiyası ilə Türkiyə arasında olub. İngiltərənin burada heç bir iştirakı yoxdur. Bunu atırıq gedir. İkinci Dünya müharibəsi illərində Azərbaycanın da daxil edildiyi Böyük Türkistan planı, bu plan Almaniya tərəfindən, Hitler tərəfindən hazırlanmış plandır. Xəritədə göstərilən İngiltərə ilə bunun heç bir əlaqəsi yoxdur. 20-ci əsrin 20-ci illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinin tanınması, Azərbaycan Xalq Cümhuriyyətinin de facto tanınmasını yəqin ki, xatırlayırsınız. De facto tanınma Paris konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını ilk rəsmi təklif olaraq konfransın gündəliyinə gətirən şəxs Britaniyanın Xarici İşlər Naziri Lord Curzondur və Britaniya hökuməti də onu tanımışdı. Beləliklə, bu hadisə də 1920-ci ildə baş verdiyinə görə, 11 yanvar 1920-ci ildə, bu da doğru cavabdır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatına kapital qoyulması, bəli, Azərbaycan neft sənayesinə Edmund Goodbardan deməli neft kapitalı qoyulmuşdu və deməli Azərbaycan sənayesində fəaliyyət göstərən xarici kapitalistlərdən biri idi İngilis şirkəti. Deməli bizə lazım olan cavab 1, 4 və 5. Belə cavabımız var C variantında. Sualın cavabı C variantıdır. Bizi izləməyə davam edin. Bizim sürət qruplarımıza qatılaraq oradan da özünüzü təkmilləşdirib qəbul imtahanına daha yaxşı səviyyədə hazırlaşa bilərsiniz. Uğurlar hər kəsə.